mübarək Ramazan ayında xəstəliyinə görə oruç tuta bilməyən şəxslərə aiddir. Bilirsiniz ki, mübarək Ramazan ayında xəstələrə oruc vacib deyil. Amma bu xəstələrə ki, oruc vacib deyil, bu xəstələrin başqa vəzifəsi nədir bəs? Vəzifəsi budur ki, inşallah mübarək Ramazan ayından sonra sağalanda, gələn il Ramazan ayına qədər nə vaxt ki, sağaldılar və normal hala gəldilər, mübarək Ramazan ayında tutmadığı günlərin sayı qədər qəza orucu tutacaq. Yəni, inşallah Ramazandan sonra sağaldı, mütləq qəza oruclarını tutacaq. Ramazan ayında xəstəyəm, oruc mənə vacib deyil. Belə deyil ki, məsələn, sağalandan sonra da vacib olmasın. Sağalandan sonra yox, vacib olur. Sağalandan sonra vacib olmur o halda ki, sənin xəstəliyin çəkə gələn il Ramazan ayına qədər. Əgər xəstəlik bir xəstəlikdir ki, bu Ramazan ayı çıxdı və mən sağalmadım. Gələn il Ramazan ayına qədər mənim xəstəliyim davam elədi. Və gələn il Ramazan ayı gəldi, çatdı, mənim xəstəliyim hələ sağalmadı ki, mən o ötən ildən olan Ramazanın qəzaların yerinə yetirin. Bu halda mənim ötən ildən olan qəzalarım boynumdan götürülər. Sonra bu hal-hazırki ilin Ramazanından sonra mən sağalmış olsam da, axırıncı Ramazanın qəzaları mənə vacib olacaq. Ötən ilkinin qəzaları da mənim boynumdan götürüldü. Bu halda qəza boynundan götürülür, amma kəffarə boyunda qalır. Bu mənada ki, hər günə görə bu növbəti Ramazana qədər sağala bilməyən xəstələr ki, qəzalarını da tuta bilmədilər və qəza da boyundan götürüldü, həmin xəstələr hər günə görə 750 qram buğda, un, düyü hansından istəyir hesablayıb, hər günə görə alıb fəqirə verəcək. Deyək ki, məsələn, 750 qram yox, 1 kiloqram deyək. Məsələn, 30 gün tuta bilməyibsə, 30 kilo un, düyü, buğda, kişmiş, xurma, belə qida məhsullarından alacaq, indi imkanına baxacaq. Ona uyğun, deməli, verəcək, fəqirə verəcək. Amma əgər növbəti Ramazana qədər bu adam sağalsa, qəzaların tutsa, onda bu fidyə, bu kəffarə ona vacib olmaz. Kəffarə o xəstəyə vacibdir ki, xəstəliyi gələn il Ramazan ayına qədər uzana. Onda qəza götürülər, amma dediyim kəffarə qalar boyunda. Məsələn, misal çəkək, bir adam şəkər xəstəsidir, heç Ramazandan sonra da tuta bilmir. Bu adam bu Ramazan ayın ki 30 gündür, 30 günə görə 30 kiloqram un, deyək ki, alacaq, verəcək fəqirə. Çünki bu xəstəlik adətən sağalmayan xəstəlikdir. Ürəyi xəstə olan, nə bilim, mədəsi xəstə olan, bu halda dediyimiz qayda ilə əməl eləyəcək. Amma onu neçə fəqirə verməlidir? Nə qədər istəyir, neçə fəqirin arasında istəyir, bölüşdürsün. Deyək ki, məsələn, 30 kiloqram undur, istəyir onu 5 adama versin 6 kiloqramdan, istəyir 6 adama versin 5 kiloqramdan, istəyir 10 adama versin 3 kiloqramdan. Yəni, fərqi yoxdur. Neçə fəqirin arasında bölüşdürmək istəyirsə, bölüşdürə bilər. Bu aiddir xəstələrin oruc qəzasına və kəffarəsinə. Salavat zikr edəyək. Allahümmə səllə əla Muhamməd və ali Muhamməd. İnşallah yenə namazdan sonra kim bu barədə sualı yoxsa yaxınlaşıb, inşallah xidmətində ola bilərik. Həzrət Əli əleyhissalamın Nəhcül Bəlağədə bilirsiniz ki, xütbələri çoxdur. Alimlər, İslam alimləri həmin xütbələrə maşallah olsun ki, nə qədər izahlı şəkildə kitablar yazıblar. Hətta əhl-i sünnə alimləri də bu barədə Həzrət Əli əleyhissalamın Nəhcül Bəlağəsini, orada olan xütbələri, kəlamları şərh eləyiblər. O xütbələrdən biri ki, şərh də olunub, izah da verilib alimlər tərəfindən. Çünki Əli əleyhissalamın sözləri elə sözlərdir ki, o gərək ustadlar, alimlər tərəfindən şərh olunan. O adi insan olmayıb ki, adi bir söz desin, elə hamı başa düşsün. Onun, yəni içindəki sözlər, mənalar var ki, onlar gərək izah olunan. O xütbələrdən biri də Həmmam xütbəsidir. Möminlərin əksəriyyəti bu xütbənin adını eşidib, özündən də biraz oxuyublar.
Həmmam bir şəxsin adı olub. Çox mömin, dindar, namaz qılan, oruç tutan, Həzrət Əli əleyhissalamın dostlarından bir nəfər şəxsdir. Adı da Həmmamdır. Və xütbə də elə həmin şəxsin adı ilə bağlıdır Nəhcül Bəlağədə. Həmin şəxs, yəni Həmmam, günlərin bir günü gəlir Həzrət Əli əleyhissalamın hüzuruna. Fəqal, Həzrət Əli əleyhissalama ərz eləyir ki, o Həzrətin hüzuruna gəlib çox sözlər, suallar, soruşanlar olub. Bu şəxs gəlir, bir maraqlı söz soruşur Həzrət Əli əleyhissalamdan. Buyurur ki, ya əmirəl möminin, sif liyəl muttəqin. Quran-ı Kərim ki, təqvalı olmaqdan danışır, təqvalı insanlardan danışır. Mənim üçün bu təqvalı olan insanları vəsf elə ki, təqvalı insan kimə deyərlər? Çünki önəmli bir mövzudur. İnsan oxuyur Quranda, görür ki, ayə var, Allah buyurur, İnnəmā yətəqəbbəlullah minəl muttəqin. Allah əməli kimlərdən qəbul eləyər? Təqvalılardan. Hər namaz qılanın namazın qəbul eləməz, hər oruç tutanın orucun qəbul eləməz, hər Quran oxuyanın, hər ziyarətə gedənin ziyarətin, Quranın qəbul eləməz. Biz əməli eləyirik. Şükür Allaha, Allah nəsib eləyib. İbadətimiz var, məscidə gəlməyimiz var, Quran oxumağımız var, ziyarətə getməyimiz var. Bu işləri görürük. Əgər malımızda zəkat varsa çıxarırıq, Ramazan ayının son günündə fitrə zəkatı çıxarırıq, xumus veririk, Allah yolunda bir sədəqə veririk, kiminsə əlindən tuturuq, bir xeyir iş görürük, su çəkdiririk, yol çəkdiririk. Xeyir iş görənlər maşallah olsun ki, çoxdur, hər zaman olub, indi də var. Amma Allah burada bir maraqlı söz buyurur ki, bu insan bu əməli niyə görə eləyir? Eləyir ki, Allah bundan qəbul eləsin. Və biz də dualarımızda hər zaman deyirik ki, Allah qəbul eləsin. Oruç tutub biri, biləndə ki, filan kəs orucdur, deyirik Allah qəbul eləsin. Namazı qılıb qutarır, deyirik Allah qəbul eləsin. Amma Allah kimdən qəbul eləyər? Allah buyurur, mən hər adamdan qəbul eləmərəm. Hər namaz qılandan namazı qəbul eləmərəm. Elə hər namazı götürüm qəbul eləyim, belə bir şey yoxdur. Hər orucu mən qəbul eləyim, belə bir şey yoxdur. Ancaq və ancaq Allah Quran-ı Kərimdə buyurur, İnnəma, özü də yalnız buyurur, yalnız və yalnız təqvalılardan qəbul eləyəcəm. Əgər bir adamın yaxşı əməli var, maşallah olsun, nə qədər, amma təqvası yoxdursa, Allah buyurur ki, o əməli mən qəbul eləməyəcəm. Burada mən bir söz deyim, keçək əsas mətləbə, əməlin qəbul olması nə deməkdir? Allah bu əməli qəbul elədi, yəni nə? Qəbul elədi, yəni bu əmələ uyğun Allah nəzərdə tutulan savabı verdi. Qəbul eləmədi, mənası budur ki, bu əməl oldu boş əməl. Yəni getdi hədərə. Heç bir dəyərə malik deyil, heç bir savaba, əcrə, mükafata malik deyil. Zəhmət çəkmisən, amma zəhmət getdi hədər. 17 saat ac qalmışsan, susuz qalmışsan, zəhmət çəkmisən, doğrudan da əziyyət çəkmisən. Amma Allah buyurur ki, təqvan olmasa, zəhmətin getdi hədər. Zəhmətvə bir əcr mükafat olmayacaq. Ona görə də Həmmam bilirdi, eşitmişdi, oxumuşdu ki, təqvanın nə boyda böyük bir əhəmmiyyəti var. Ona görə gəldi Həzrəti Əli əleyhissalamın huzuruna. Ya əmirəl möminin, o ki Allah buyurur, mən hər adamdan qəbul eləmərəm, ancaq təqvası olandan yaxşı əməli qəbul eləyərəm və onu dəyərləndirib mükafatlandıraram. Ağa, təqvalı olmağı mənim üçün vəsf elə. Hətta kəənni ənzur iləyhim. Vəsf elə ki, baxım görüm bunlar kimlərdir? Ki, özümü bir tənzimliyim, ta Allah da mənim əməlimi qəbul eləsin, tutduğum oruc boşa getməsin, qıldığım namaz boşa getməsin. Fətəfəqələ aleyhissalam. Deyir, Həzrətə Əli əleyhissalam istəmədi cavab verə. Fətəfəqələ aleyhissalam ən cavabih. İstəmədi cavab versin. Niyə?
Ona görə ki, sual çox ağır sual idi. Bu suala doğrudan da elə cavab vermək hünər istəyir. Bir var ki, gəlib biri sənə və yaxud mənə sual verir ki, namaz qılmaq necə olur, onu mənə bir öyrət. Nə var orada? Heç adam süslük də eləməz. Maşallah, durub öyrədər, savabı da var. Biri gəlir, sual verir ki, məsələn, oruç tutmaq necə olur? Ya Quran oxumağı mənə öyrət. Maşallah, asan bir işdir də öyrədərsən. Çətinliyi bir dənə ondadır ki, qarşı tərəf biraz ola bilsin ki, gec qavrasın, biraz səni əsəbləşdirəcək, çətinlik olacaq. Amma hər halda da asan bir əməldir. Quran öyrətmək, nə bilim, namaz öyrətmək, bunlar asan bir əməldir. Elə suallar var ki, doğrudan da cavabı çox asandır. Verərsən, qutarıb gedər. Nə qarşı tərəf çətinliyi çəkər başa düşməyə, nə də bu izah eləməyə. Həzrət Əli əleyhissalam ki, cavab vermək istəmədi, ona görə yox ki, bilmirdi. Bilirdi. Və həmin həmmamda elə düz ünvana gəlmişdi. Alimlərdən biri deyir, mən bir gün girdim mədrəsənin həyətinə, gördüm Şeyx Əbdülkərim Hairi böyük müştəhidlərdən olub. Rəhmətə gedib dünyasını dəyişib, Qum Elmlər Hövzəsinin təsisçisi olub bu alim. Deyir, gördüm oturub həyətin bir güşəsində təkdir. Fürsətdən istifadə edib yaxınlaşdım. Deyir, sual verdim ki, Şeyx, mən necə edeyim ki, namazda fikrim yayınmasın, Allahda olsun. Deyir, mən elə sual verdim buna, bu başladı ağlamağa. Başladı ağlamağa. Ağlaya-ağlaya mənə bir sözü dedi ki, dedi, sən mənə nə ağır sual verdin. Mən bunun əhli deyirəm, sənə cavab verim. Sən mənə çox böyük bir məqamdan sual verdin ki, neyniyim ki, fikrim başqa yerə getməsin. Buna hər oğlun işi də öyrə cavab vermək. Bəzən bizə də gəlib sual verirlər, düzdür adam müəyyən cavablar verir, amma adam oturur fikirləşir ki, bu sualın ünvanı məndə öyrən. Doğrudan da. Sual düz ünvanına gəlməyib, çünki bu sual elə ağır sualdır ki, bu suala həqiqi ləyaqəti olan ünvan istəyir ki, cavab versin. Söz buradan düşdü, deyir, Allah rəhmət eləsin, Mürtəza Mütəhhər ağa gedir Nəcəfə. Nəcəfdə Seyyid Haşim Həddad adında bir ariflə görüşür. O da böyük alim olub, arif olub. Görüşürlər. Deyir, Seyyid Haşim Həddad tanınmış adamdır, böyük mütəfəkkirdir. Mürtəza Mütəhhəri ki, İslam dünyasında, Şərq dünyasında tanınmış, həm böyük mütəfəkkirdir, həm böyük filosofdur, dinşünas alimdir. Deyir, söhbət əsnasında Seyyid Haşim Həddad sual verir Ayətullah Mürtəza Mütəhhəriyə. Deyir ki, ağa, namaz qılırsan? Doğrudan adama gülməli gəlir ki, elə bir axunda sual verirsən ki, namaz qılırsan? Da axund namaz qılar da. Ya məsələn, sual verir ki, oruç tutursan da, bu tutmadı, bu qılmadı da, kim qılacaq? Ağa, namaz qılırsan, bu bilir ki, bu sualı nəyə görə verir? Məqsədi var. Deyir, bəli, qılıram. Belə təəccüblə də qarşılamır. Adı qarşılayır, deyir, bəli, qılıram. Deyir, necə qılırsan? Deyir, mən də bildim ki, bu məndən şəri tərəfin soruşmur. Bu böyük arifdir, irfan tərəfin soruşur. Deyir, dedim ki, ağa, elə qılıram ki, çalışıram, fikrim, dediyim sözün mənasında olsun. Fikir ver. Dediyim sözün mənasında olsun. Ki, başqa yerə fikrim dağılmasın, dünya işlərin dalayacam belə. Baxdı mənə, dedi, bəs nə vaxt namaz qılırsan? Əvvəl soruşur, namaz qılırsan? Bəli. Necə qılırsan? Belə. Deyir, bəs nə vaxt namaz qılırsan? Yəni, qıldığın namaz deyir, sən mənə namazdan danış ki, haçan Allaha fikirləşib, Allahın qüdrətində, Allahın Allahlığında qərq olub namaz qılırsan, o namaz qılanda ki, fikrin, sözün mənasındadır, deməli fikrin Allahda deyir. Bəs nə vaxt namaz qılırsan ki, fikrin Allahda olsun? Yəni, deməyim budur ki, elə suallar var ki, doğrudan da həqiqi ləyaqəti olan ünvan istəyir ki, o cavab versin buna. Həzrət Əli əleyhissalam cavab vermək istəmir. Fətəfəqələ əleyhissalam ən cavabih. Çünki sual ağır sualdır. Həm də istəyir həmmamın zehnində bu təsəvvürü yaratsın ki, həmmam bila nə sual verirsən? Adi sual vermirsən. Bəzən biri sual verir,
verdiyi sualın mahiyyətini, dəyərin dərk eləmir. Elə bilir ki, adi bir sualdır. Amma qarşı tərəf ya onu elə cavablandırır, ya məsələn susmaqla elə bir ab-ı havaya salır onu ki, insan baxır görür ki, bəli, verdiyi sual doğrudan da ucuz sual deyil, çox bahalı sual imiş. Bəzən mollaya məclisdə sual verirlər. İndi olur da cavabını bilmir. Bizim özümüz də sual verir, cavabını bilmirəm. İndi vəziyyətdən çıxmaq lazımdır axı. Deyirəm ki, əşki, sən namaz qılırsan? Deyir ki, yox. Deyirəm, ged namazını qıl, sonra gəlib bu sualları verərsən. Mən cavabını bilmirəm deyə vəziyyətdən çıxış yolu kimi bu cür vəziyyətdən çıxdım. Amma əslində onun sualı bivec bir sual da olsa, onun bir hikmətli cavabı var. Dünən nə danışırdıq? Deyirəm, biri gəlir, sual verir. Sual verir, deyir ki, Həzrəti Adəm Peyğəmbərin həcdə başın kim qırxıb? Baxır, deyir, əşin, üzr istəyirəm, nə cahil sual verirsən, nə deməkdir, sənə lazımdır bu. Mənası da yoxdur ki, adam bilə ki, belə. Xəlifəyə çatır, deyir, saxlayın onu. Doğrudan Həzrəti Adəmin başını kim qırxıb? Bunu heç kəs bilmir. Deyir, çağırın İmam Hadə əleyhissalamı bura. 10-cu İmam Əliyyən Nəqə əleyhissalamı çağırırlar, sualı dinləyir. Buna elə cavab verir, sual verən əvvəldə cəmaat da elə bir ab-ı hava yaratdı ki, doğrudan da bir cahil sual idi, amma elə cavab verdi ki, adam öz verdiyi sualın dəyərin başa düşdü ki, mən ağıllı sual vermişəm. Sən demə, mən ağıllı sual vermişəm. Dedi, Həzrəti Adəm Peyğəmbər həcci eləyəndə növbə ki, çatdı baş qıxdırmağa, Cənab-ı Cəbrailə bir yaqutdan ülgüc verdi, Həzrəti Cəbrail gəldi, oturdu, Həzrəti Adəmin başını qıxdı və o ülgüc o qədər parlaq idi ki, onun ətrafa nuru yayıldı. Ətrafa yayılan nur da hərəm sayıldı. Orada ağcaqanədi öldürmək olmaz. Oradan çıxdınsa, bəli, sənə halallar, haramlar halal olur. Belə bir cavab. Yəni, bəlkə də Həzrət Əli əleyhissalam cavab vermir. İzah eləyirik bu sözü. Həzrət Əli niyə cavab vermir? İstəmir cavab versin. İstəyir ki, həmmama başa salsın ki, sən çox ağır bir sual vermirsən mənə. Çox ağır bir sual vermirsən. Amma ünvanı da düz tapmısan. İndi ona ağa demir, biz deyirik. Çünki onun əhli elə odur ki, Həzrət Əli cavab verə buna. Thümmə qal. Sonra Həzrət Əli əleyhissalam axı cavab vermək lazımdır. Sakit qalır, istəmir, amma sonra bir söz demək lazımdır da buna. Deyir, ya həmmam, ey həmmam, ittəqillah və əhsin. Get təqvalı ol və yaxşı iş gör. Bu iki şeyi elə. Təqvalı ol və yaxşı iş gör. Hədisin mən davamını oxumuram. İnşallah hissə-hissə oxuyarıq. Hələ qabaqda 25 günümüz var, 24 günümüz var. Mən burada mətləbi saxlayıb bir kəlmə söz demək istəyirəm ki, Həzrət Əli əleyhissalam, baxın, bu adama 2 dənə söz deyir. Deyir, təqvalı ol, bir də yaxşı iş gör. Sənə lazım deyir, sən ağır sual vermirsən. Sən heç onun əhli deyirsən, sənin tabun gətirməyəcək, təvanın olmayacaq, gücün olmayacaq mən deyən sözləri eşitməyə. Yəni, həmmam, get təqvalı ol, ehsan elə, yaxşı iş gör, bəsündür. Hədisin davamında deyir, bu həmmam əl çəkmədi. Yenə dedi, ya əmirəl-möminin, təqvalıları mənə vəsf elə. Bu təqvalılar kimdir? Həzrət buyurdu ki, get təqvalı ol, ehsan elə, yaxşı işlər gör, bəsündür. Həzrət Əli əleyhissalam bilirdi ki, bunun gücü çatmayacaq mətləbə. Uşağa ki, süd içir, hələ siyıq yiyir, ona gətirib kabab verməzlər. Həzrət Əli əleyhissalam bunu artıq oxuyur ki, mən buna desəm, axırda bir faciə baş verəcək və baş verdi də. Ta hədisin axırında gəlir, deyir, eşitdi həmmam, deyir Həzrət Əli əleyhissalam 100-dən 4 ya 105, indi onu belə bir-iki dənəsin o tərəf bu tərəf eləməklə 100-dən biraz çox sifət saydı. Axırıncı sifətə çatanda həmmamın ürəyi dözmədi, partladı, öldü. Elə orada.
20 dəqiqə, yarım saat onu saydı Həzrət Əli əleyhissalam. Onun üçün əvvəldə deyirdi ki, həm susurdu, cavab vermirdi. Ki, sən ağır sual vermirsən. Həm də diqqətin sualın ağırlığına cəlb eləmək istəyirdi. Həm də cavab vermək istəmirdi ki, yəni mən deyəcəm, amma həmmam sənin gücün çatmayacaq mən deyənləri qəbul eləməyə. Çünki həm də o qədər saf adam idi, o qədər saf insan idi, o qədər mömin insan idi ki, Həzrət Əli əleyhissalam danışdıqca bunun ürəyi gəlirdi ağzına. Axırda elə də oldu. Partladı, dünyasını dəyişdi. Elə ki, dünyasını dəyişdi, Həzrət Əli əleyhissalam bir söz dedi. Buyurdu ki, mauizə öz əhlinə bax belə təsir eləyər. Nəsihət, hikmətli söz öz əhlinə belə təsir eləyər. Yəni söz ki, əhli oldun onun da qutardı. O söz səni götürüb aparacaq. Amma əvvəldə bir söz deyirdi ki, get təqvalı ol. Yəni axırda bilirəm də ürəyim partlayacaq olacaq. Get təqvalı ol, yaxşı işlər gör, qutardı. O deyəcəyim söz ibarətdir bundan ki, Həzrət Əli əleyhissalam buna iki söz buyurur. Buyurur təqvalı ol və ehsan elə. Deyirlər ki, Həzrət Əli əleyhissalam bütün demək istədiyini elə bu iki cümlədə dedi. Fikir ver. Bütün o nə qədər ki sonra dedi, saydı, onların hamısını bu iki cümlədə dedi. Demişdi artıq. Ya görünür həmmam başa düşmədi Həzrət Əlini, ona görə dedi ki, ağa mənim üçün say. Ya da İnşallah ki, çox güman ki, elə bu olar. Ya da həmmam israr eləyirdi ki, saysın, çünki istəyirdi ki, bu mərifət bulağın biraz qaynatsın, ta aləmə tanınsın Həzrət Əli əleyhissalam. Bəlkə də başa düşmüşdü. Bəlkə də o sözlərin hamısını o iki kəlmədə həmmam dərk elədi. Amma istəyirdi ki, Həzrət Əlini dilləndirsin, danışdırsın, o bulağı qaynatsın ki, Həzrət Əli əleyhissalam o sözləri bizə desin. İnşallah o iki kəlmə söz ki, təqvalı ol və ehsan elə. Nə deməkdir? Təqvalı ol və ehsan elə. Həzrət Əli əleyhissalam orada nə demək istəyirdi? O sifətlər qalsın inşallah 3-3, 5-5 hər gün mən oxuyacam. Çox ağır da sifətlərdir. Düzdür, axırda həmmamın gününə düşməyəcək. Amma hər halda bilək də ki, Həzrət Əli əleyhissalam nə cür mərifət bulağıdır, mərifət çeşməsidir və nə cür təqvalı insanlar üçün sözlər deyib, vəsiflər eləyib. Amma inşallah sabahki gün o iki kəlmə sözü bir neçə kəlmə ilə açarıq ki, Həzrət Əli əleyhissalam orada təqvalı ol və ehsan elə. O iki sözün bir-biri ilə nə əlaqəsi var? İnşallah sabahki gün onların hamısını ərz eləyərik.